Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün yenə də yayın vazgeçilməyən yeməyi lobya qovururam. Sizinlə də bölüşürəm. Çox yayın ləzzətli yeməklərindən biridir bu da. Ümumiyyətlə yay ki gəldi, lobya, badımcan, pomidor, ondan biber, bunlar ən çox istədilən yeməklərdə tərəvəzdir. Bol-bol bişiririk, həm xeyirlidir, həm sərfəlidir, doyumludur. Yumurta da vurursan buna, çığırtma eləyirsən, yumurtasız belə qovurursan qəşəng. Əvvəl lobyanı xırda-xırda təmizləyirik, yoruq qəşəng doğrayıram. Ondan soğanı belə doğrayıram qəşəng. Çığırtmaya doğranır, necə doğrayırıq elə. Pomidor əlavə eləyirəm, hamısını doğrayıram, soğanı qoydum qovurulmağa. Yağ əlavə eləyirsən, nə yağı istəyirsiniz onunla eləyin, mən duru yağla elədim. Yayda tərəvəzli yeməklərin, demək olar ki, zeytun yağı ilə, ondan günə baxan yağı ilə, hansı yağla olsa bişirirəm. Biraz soğana duz vururam, qəşəng biraz pörtürəm soğanı. Ondan sonra da lobyanı əlavə eləyirəm, xırda-xırda doğranmış lobya. Lobyanı bundan qədimi, qabaq mənim rəhmətli anam da eləyirdi, qaynadırdılar, bilmirəm niyə, onlara bərk gəlirdi, yəni nəsə qaynadıb suyun atırdılar, amma qaynatmıram mən, xırda-xırda doğrayıram. Elə soğanla pörtülür, qəşəng pomidorunu da əlavə eləyirəm. Ağzı qapaqlı bişirirəm, qəşəng pambıq kimi yumşaq bişir. Dadlı, ləzzətli, heç qaynatmağa ehtiyac yoxdur. Belə qovurursan, sonra pomidorunu vurursan, istəyirsən yumurta vur, qəşəng çığırtma elə. Mən badımcanı da yumurta ilə də çığırtma eləyirəm, belə də qovururam, lobyanı da. İkisini də qovurma da eləyə bilərsiniz, yumurta da istəyirsiniz, yumurta da vura bilərsiniz. İki halda ikisi də çox dadlı, ləzzətli olur. Qışda sulu yeməklərə yer verilir, bilirsiniz, isti xörəklər bişir. Xəmir xörəkləri, ət xörəkləri bol-bol. Yayda da bol-bol tərəvəzli yeməklər hazırlayırıq. Həm vitaminli, həm doyumlu, həm ucuz başa gələn sərfəli yeməklər olur. Pomidor da əlavə elədim, qəşəng. İnan bizdə hər gün bişər. Bu yeməklər gedir, badımcandır, lobyadır. Yaxşı yeyilir, hamımız uşaqlar da yeyir. Çox bişən yeməkdir, yemək bişdi, hazır oldu. Çəkib süfrəyə verirəm. Qəşəng dadlı, tamlı, ətirli yemək alındı. Siz də bişirin, sağ olun, sağlıqla qalın.